Herkese salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili səhifə 94 və 95 işləyəcəyik. Gəlin başlayaq. Different sports for different benefits. Fərqli idmanlar və fərqli xeyirlər. Gəlin ilk öncə bu mətnə qulaq asaq. Different sports for different benefits. Children play sports because they can have fun with their friends, they feel good playing, and they like to compete. But for scientists, sports are really good for you physically, mentally, emotionally, and socially. Scientists say sports can increase muscle strength and flexibility, reduce stress, depression, and obesity, improve concentration, memory, and schoolwork, teach collaboration and respect. Scientists also say that it's good to practice different types of sports, not only one. Why? When you play different sports that have a variety of movements and skills, you don't feel demotivated. Different sports develop different physical abilities. Sports like running, soccer, and swimming develop your cardio activity and respiratory capacity. Yoga and Pilates are excellent for flexibility. And activities like weight training can make you strong. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day, and enjoy life. Bitmeye başlayaq. Children play sports because they can have fun with their friends. They feel good playing and they like to compete. Uşaqlar idmanlarla oynayır, yəni idman edirlər. Çünki onlar bir-birləri ilə əylənə bilir və oyunlar oynayanda çox yaxşı hiss edirlər. But for science, yəni elm insanlarına görə idmanlar əslində çox xeyirlidir. Gəlin oxuyaq. Elm adamları deyir ki, idmanlar sənin muskulların yəni daha güclü olmağa kömək edə bilər. Sənin stressini azaltıb, depressiyonunu yox eləyib və əlavə çəkidən qurtara bilər. Sənin daha çox odaqlanmağa kömək edəcək, sənin hafızan, yəni yaddaşın daha güclü olacaq və məktəbdə daha rahat işləyə biləcəksən. Və sənin dostlarına hörmət və takım ruhu, birlikdə işləməyi daha asan olmağı öyrədəcək. Elm adamları deyir ki, yaxşı bir çox idman növündən məşğul olmaq bir idman növündən daha yaxşıdır. Yəni, siz nə vaxt ki, fərqli idman növləri oynasaz, sizin bacarıqlarınız daha yaxşı və daha yaxşı olacaq və özünüzü daha motivə hiss edəcəksiniz. Fərqli idman növləri fərqli fiziki qabiliyyətlərə kömək edir. Qaçmaq kimi idman, məsələn üçün futbol, qaçmaq, üzmək sənin ürəyinin daha normal işləməsinə və daha sürətli qaçmağınıza kömək edəcək. Yoga kimi idmanlar isə sənin daha əsnək olmağa kömək edəcək. Ağırlıq qaldırma kimi idmanlar isə səni daha güclü edəcək. Yəni, əgər siz hər gün sağlam və güclü olmaq istəyirsinizsə, gündə özünüzə 60 dəqiqə idman vaxtı ayırın. Və siz fərqli idman növləri yoxlaya bilərsiniz. Hər gün məşq edin və həyatınızın dadını çıxarın. Gəlin indi işləməyə başlayaq.
Birinci, read the text quickly and check the correct answer. Verilən cümlələri oxuyun və düzgünləri işarələyin. The aim of the text is, yəni bu mətnin mənası. To ask children to take part in physical education classes. Uşaqlara idman dərsində getməyi daha motivə etmək üçün. To inform about multiple benefits of sports. İdmanın müxtəlif xeyirlərini göstərmək üçün. To tell a story with attractive images and lettering. Fərqli şəkillərlə bir hekayə anlatmaq üçün. Mətndə də gördüyümüz kimi bu mətn bizə idmanın faydalarını öyrətdi. Onun üçün ikincisi olacaq. İkinci. You can say that the text is. Siz deyə bilirsiniz ki, bu text artistik, critical, yoxsa educational idi. Gördüyümüz kimi mətn bizə müxtəlif məlumatlar öyrətdi. Onun üçün educational, yəni öyrətici mətn idi. Hər kəsə ikinciyə. Read and listen to the text. Mətni oxuyun və qulaq asın. Check the true sentence. Bunlardan hansı düzsə onu işarələyin. Biz mətni oxumuşuq, onun üçün yazı bilərik. All children play sports. Bütün uşaqlar oyun oynayır. Burada bütün uşaqlar deyənmərik. Çünki bəzi uşaqlar oyun oynamır. Onun üçün bunu boş saxlayacağıq. İkincisi, all sports develop for the same physical skills. Bütün idman növlərinə eyni bacarıqlar lazımdır. Bura səhvdir. Çünki fərqli idman növləri üçün fərqli bacarıqlar olmalıdır. Üçüncü, it is a good idea to practice different sports. Fərqli idman növlərlə məşğul olmaq yaxşıdır. Bəli, bu düzdür. Dördüncü, scientists do lots of sports. İdmanlar çoxlu idman eləməmizi deyir. Xeyr, idmanlar, elm adamlar çoxlu idman edir. Mətndə bunun haqqında məlumat yox idi, onun üçün bu da boş olacaq. Sports are fun. İdmanlar maraqlıdır. Mətndə bunun haqqında cümlə var idi, onun üçün bunu da qeyd edəcəyik. Gəlin üçüncüyə keçək. What are the activities below good for? Aşağıdakı hansılar yaxşıdır? Yəni hansılar hansı üçün yaxşıdır? Read the text again and complete the chart. Mətnin tərsini oxuyun və buranı düzəltin. Biz burada oxuduq ki, məsəl üçün yoga flexibility kömək edir, yəni daha əsnək olmamızı. Qaçmaq, futbol kimi oyunlar ürəyimizin daha yaxşı döyməsinə kömək edir. Ağırlıq qaldırmaq isə daha çox güclü olmamıza kömək edir. Onun üçün yazacağıq ki, plate. Plate isə yoganın bir növüdür. Onu flexibility qoyacağıq. Soccer, yəni futbol. Futbolda da oynayanda ürəyimiz yəni daha yaxşı olur. Onun üçün birinciyə, yəni cardio activity qoyacağıq. Swimming, üzmək. Swimming də soccerdan bir yerə gedir. Weight training, ağırlıq qaldırmaq. Ağırlıq qaldırmaq gücə gedir. Yoga da gücə gedir, yəni yoga etmək. Üçüncü yazdı. Gəlin keçək dördüncüyə. Match the begins of the sentence with the endings. Cümlələri bir-birləri ilə uyğunlaşdırın. Birinciyə özü bizə verib. Different sports can develop different physical abilities. Fərqli etmə növləri sizdə fərqli bacarıqlar əldə etmənizi kömək edə bilər. İkincisi, to be flexible, daha əsnək olmaq üçün məsələn yaza bilərik ki, do yoga and pilates. Yoga edin və pilates edin. Yəni yoga ilə və pilates ilə məşğul olun. Üçüncü, practice sports for 60 minutes a day. Gündə 60 dəqiqə idman edin. To be healthy and strong. Güclü və sağlam olmaq üçün. Dördüncü, scientists say that sports are good for you. Elm adamları deyir ki, idmanlar sizin üçün yaxşıdır. Yazacaq ki, psixiklə, mental və sosial. Yəni, həm sosial olmanız, həm güclü olmanız üçün yaxşıdır. Sports can teach. İdmanlar sənə öyrədə bilər.
Buna isə A yazacağıq. Bir yerdə işləmək, yəni takım ruhu və respect, sayğı. İndi 5-ci keçək. Find the text. Cümlədən tapın. Yəni mətndən tapın. The opposite of reduce. Reduce yəni maraqlı olmamaq, maraq etməmək. Burada onun əksi bizə motive etmək yazılmışdı. Motivated. Yəni motiv olmuş. İkinci, a synonym of abilities. Bacarıqlar sözünün sinonimi. Burada bacarıqlar sözünün sinonimi skills olacaq. Skills də bacarıqlar deməkdir. Yəni ikisi eyni mənadadır. Üçüncüsü, a word for to make something better. Bir şey daha yaxşı etmək üçün bir sözün qısaltması. Burada baxaq. To make something, yəni daha yaxşı etmənin növü isə improve'dur. Improve yəni bir şeyi daha yaxşı etmək deməkdir. İndi gəlin keçək 6-cıya. Complete a sentence with the words below. Burada verilmiş cümlələrlə aşağıdakı, burada verilmiş sözlərlə aşağıdakı cümlələri tamamlayın. Gəlin başlayaq. Makes your muscles big. Yəni sən daha güclü olacaqsan. Bu weight training, yəni ağırlıq qaldırmaq səni daha güclü edəcək. İkinci, exercise makes you healthy and. Sən daha yaxşı, sən daha sağlam və daha güclü edəcək idmanlarla məşğul olmaq. Üçüncü, Damian does different sports. He want to improve his physical skills. Damian fərqli idman növləri məşğul olur. O istəyir ki, təzə qabiliyyətləri olsun. Burada olacaq ki, he wants to yəni o güclənmək üçün təzə hərəkətlər öyrənir. Qaldı develop sözü. Jamila has to win a gold medal at the Olympics. Cəmilə has to develop to win a gold medal at the Olympics. Yəni Cəmilənin olimpik idmanlardan bir dənə qızıl medal alacaq. Gördüyünüz kimi səhifə 94 və 95 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə.